Heydər Əliyev Parkının tam olaraq qarşısında ideal təmirli, kubçalı, super bir mənzil təqdim edirəm sizlərə, dəyərli izləyicilər. Gördüyünüz bu mənzil 57 kvadrat metrdən ibarətdir. 3 otağa düzəlmədir. Təqdimata başladıq mənzilimizin qonaq otağı hissəsindən. Gəlin ilk olaraq keçək mənzilimizin əsas giriş qapısından təqdimatımızı davam edək. Giriş qapıdır. Girişdən daxil olduq. Normal ölçüdə dəhlizimiz var. Qeyd etdiyim kimi sənəd kubçadır. Kubça hazır əldədir. Dövlət ipotekasına tam olaraq yararlıdır. Bina tam yaşayışlı binadır. Yerləşmə yeri ideal bir ərazidir. Prospekt yolun kənarı Heydər Əliyev Parkının qarşısı. Gördüyümüz metlaq olan hissələr hər biri isti döşəmədir. Bu hissədə yerləşir mənzilimizin ümumi sanuzel qovşağı. Bütün aksesuarlarla təchiz olunub. Binanın 2 ədəd sürətli lifti var. Normal şəkildə həyət hissəsi var. Rahatlıqla avtomobil saxlaya bilirsiniz. Bütün kommunalları fasiləsiz olaraq verilir. Bu da bizim yataq otağımızdır. Ölçüsü normaldır. Yataq otağından eyvana çıxışımız var. Bu şəkildə eyvanda səliqəli şəkildə təmir olunub. Eyvanda kombi sistemi üçün nəzərdə tutulub, istilik sistemi yığılıb, qaz sayğacı olaraq burada quraşdırılıb. Eyvandan həm mətbəxə keçid var. Gəlin keçək. Giriş qapıdan mən sizə bir daha qonaq otağı və qonaq otağından mətbəxə keçid ərazini təqdim edim. Giriş qapı, yataq otağı, sanuzel qovşağı, burada qonaq otağımız və qonaq otağından da keçirik mətbəx hissəyə. Bu hissədə də mətbəx mebeli nəzərdə tutulub, sağda mətbəx mebelinin qurulması və bütün kommunikasiya xətləri hər biri çəkilib, hazır vəziyyətə gətirilib. Bu hissədən isə eyvana bir daha çıxış etmək üçün imkan yaradılıb. Qeyd etdiyim kimi sənəd kubçadır. Kubça hazır əldədir. Alqı-satqıya hazır formada mənzil alındığı günü sahibinə təhvil verilir. Birbaşa köçüb yaşaya bilərsiniz. Çox gözəl, səliqəli şəkildə təmir olunub. Ətraflı məlumat almaq üçün bu və ya digər mənzillərimizlə bağlı 050 521 41 88 nömrəsi ilə əlaqə saxlayırsınız. Sizin də satışda əmlaklarınız, mülkləriniz varsa onların qısa zaman ərzində satışına biz köməklik göstərə bilərik. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.